Nuray xanım, allergik rinit və qrip arasındakı fərqlər nələrdir? Necə təyin edə bilərik ki, bu allergik rinitdir, digəri qripdir? Qripin biz bütün xəstələnmələri qrip olaraq, burun axmaları qrip olaraq dəyərləndiririk. Ən böyük yanlış da budur. Qrip virus tərəfindən törədilən infeksion xəstəlikdir və biz qrip olduğumuz zaman, həqiqi qripdirsə xəstəliyimiz, sadəcə soyuq dəymə deyilsə hərarətimiz yüksələcək. Qripin bir başlanma, kəskinləşmə və sağalma dövrü olaraq böldüyümüz dövrləri var. Allergik rinitli xəstələrdə isə ya mövsümə bağlıdırsa, ya hər hansı bir onların individual allergiya törədəcəyi bir şeyə bağlıdırsa bu allergik rinit, bu halda hərarətimizin yüksəlməsindən söhbət belə getmir. Bizim bütün bədənimizin sızıldaması, ağrıması qripdə olduğu halda burada ümumiyyətcə olmur. Sadəcə burun axması, şəffaf burun axması, göz qıcıqlanması, burnun qaşınması və qripdəki kimi başlanması və bitməsi ilə qısa bir dövrü əhatə etmir. Əksinə daha geniş bir dövrü əhatə edir allergik rinit.